Peygamber sallallahu aleyhi ve sellem dedi ki وَلَا تَحَسَدُوا birbirinize hased etmeyin. وَلَا تَبَاغَضُوا birbirinize nefret etmeyin. وَلَا تَدَابَرُوا birbirinize üzülen vermeyin. Fikir verin, hased eləməyin. Bu hədisdə kulna ibadallah ihvana. Ey Allah'ın qulları, qardaş olun. Həsəd, nifrət, paxıllıq, kin, bunlar hamısı nəyi pozur? Qardaşlığı. Allah Teala bizi bir-birini Allah üçün sevən qardaşlardan eləsin. Və fikir versəz burada deyir ki, həsəd. Alimlərdən biri deyir ki, həsəd, mən bir baxdım ki, ruzunu təyin edən Allah, verən, bölən Allah, ondan sonra deyir, həsəd eləməyi tərk elədim. Çünki niyə? Gördüm ki, bu Allaha etirazdır. Mən Allaha demək istəyirəm ki, niyə mənə yox ona vermirsən? Və ya niyə mənə bu qədər verib, ona o qədər vermirsən? Gördüm ki, bunun mənası həsədin mənası. Allaha etirazdır deyə tərk elədim onu. Allah Teala buyurur ki, "Yəhsuduna." Allah Teala buyurur ki, Allah öz lütfündən verdiyinə görə onlar həsəd aparırlar. Əm yəhsudunən-nas alə mə ətəhumullahu min fadli. Yoxsa Allah öz lütfündən insanlara verdiyinə görə onlar həsəd aparırlar. Allah da təyin edən. Allah bölüb. Səndə nə qədər, ona nə qədər. Səndə nə qədər olmalıdır, onda nə qədər olmalıdır. Sən nə qədər izzətlənməlisən, nə qədər izzətlənməməlisən. Sənin ruzunu Allah təyin edib, onun ruzunu Allah təyin edib. Sən Allaha etiraz edə bilməzsən, həmçinin bilmək lazım ki, Allaha etiraz, həsəd şeytanın yoludur. Allaha deyir ki, "Ənə xayrun minhu." Mən Adəmdən bir yaxşıyam, xeyirliyəm. "Xalaqtani min nar və xalaqtahu min tin." Məni oddan yaratmısan, o torpaqdan, hansı ki torpaq qiyası da batıl idi. Torpaq oddan xeyirlisin ki, od hara düşür, oranı yandırır, torpaq harada olursa orada bitki bitirir. Alimlər deyirlər ki, "Əvvəlu zənbin usiyallaha fis-səma." Səmada Allaha asi olunan ən birinci günah həsəddir. Həsəddir. Allah qorusun hər birimizi həsəddən.